Bugün Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində psixoloq və ailə məsləhətçisi Gülşən Musazadənin Sir Psixoloji Yardım Kabineti fəaliyyətə başlayıb. Mərkəzin rəsmi açılışı və lent kesmə mərasimi şəhid Anar Məmmədovun anası tərəfindən həyata keçirilir. Tədbirdə bir sıra qonaqlar iştirak edib. Onların arasında şərqşünas filosof, əvvəldən sona layihəsinin rəhbəri Cavid Qurbanov və psixoloq Ofeliya Qasımova da yer alıb. Qonaqlar yeni fəaliyyətə başlayan psixoloji yardım kabinetinə uğurlar arzulayaraq öz təbriklərini səsləndirdilər. Çox sağ olun, gəldiyiniz üçün minnətdaram. Qızıl vaxtınızı ayırdınız, gəldiniz.